Bu xəstəmizdə İsmiyev familiyalı bir xəstədir. Xəstəmizdə nədir? Xəstədə uzun müddətli kürək nahiyəsində, sinə nahiyəsində ağrılardan şikayət edir. Bir neçə dəfə EXO müayinəsi, EKG müayinələrindən keçib. Həkimin məsləhəti ilə xəstə yaxınlaşdı və biz o xəstədə kardioangiografiya, yəni kardioangiografiyanın mənası budur ki, ürəyə girən və çıxan damarların kontrast maddənin yüksək sürətlə müayinə zamanı damarlarda axının izlənilməsidir. Yəni kardioangiografiya bu deməkdir. Aortada, venalarda damarların axmağını burada müşahidə edəcək. Müayinəni elədi, vasküler toraks rejimindən baxdıq. 1,25-də qədər doğraya bildik, yəni müayinəni. Slayıqı 5 ilə müayinə eləmişik, amma rekonstruksiyanı 1,25 ilə eləmişik. Bu 1,25 müayinədir. Burada xəstədə medastium rejimində ağciyər düşür. Ağciyərlərdən sonra ürəyin girən çıxan damarları burada izlənir tam olaraq. Burada da görsənirəm, ürək hüdudları görsənir, kardial indeksi falan görsənir. Yəni burada biz ürəkdə genişlənmə və yaxud da hər iki ağciyərlərdə, damarlarda infarkt falan görmürük. Bundan sonra biz damarların indi sagital formalarında göstərəcəm. Kontrast maddə, yəni ağ rəngdə olan kontrast maddədir. Görürsünüz, burada biz xəstənin aortanı, yəni enən aorta ki var, hansı ki bu aorta aşağı ətraflara qədər, qarın boşluğunda, yəni aorta oksigenli, daxilində oksigenli qan olan damardır. Bu aortamızdır, çıxan və daxil olan aorta, hər ikisi yoxlanıldı. Ağciyər, arteriyalar yoxlanıldı və hər hansısa bir arteriyada daxilində bir tromboz və yaxud da ki, qalanlaşma falan aşkar olunmadı. Xəstəmizi təbrik edirik, xoş xəbərlə. İnşallah ki, gül müalicə ilə şəfasını tapar. Çox gözəl. Doktor, mən özüm də bu indiki dediklərinizdən yəni elə bilirəm ki, cənub bölgəsində Cənub bölgəsində ilk burada yaranır və hələ hal-hazırda da burada olur. Yəni mən də gəlib özümü yoxlatdılar. Mən də bilmirdim. Yəni bu gün gəldim, bildim. Yəni mən də bilmirdim. Bugün gələrsiniz, yoxlanırsınız. Sağ olun. Oldu, təşəkkür edirik. Sağ olun, təşəkkür edirik.